Salam, hər birinizi xoş gördük kanalımda. Sizlərlə yeni bir Azərbaycan dilindən mövzu izahı ilə daha bərabərik. Bugünkü izahımız izahlardan da görüldüyü kimi lövhədəki say bəhsi haqqında olacaq. Videonun izahına keçməzdən öncə ənənəvi şəkildə onu qeyd edeyim ki, bizim ödənişsiz yay dərslərimizə qeydiyyat hələ də davam edir. Qruplarımız artıq yaradılıb, yeni qruplar da açırıq. Ödənişsiz formatda, onlayn şəkildə təbii ki, kim hazırlıqlara qoşulmaq istəyirsə, video başlığındakı əlaqə nömrəsi ilə əlaqə yarada bilər. Bizim həmçinin sentyabr ayından etibarən ənənəvi və onlayn formatda hazırlıqlarımız başlayacaq. Onun da qeydiyyatı artıq başlayıb demək olar ki, siz müraciət edə bilərsiniz. Öz seçiminizdə artıq keçək mövzu izahına. Say. Say əşyanın miqdarını yaxud da sırasını bildirən əsas nitq hissəsidir. Nə qədər, neçə, neçənci və s. suallarından birinə cavab verəcək. Sayı biz axtarmalıyıq daha çox ismin yanında. İsmin yanından uzaqlaşarsa isimləşə bilir. %90 belədir. Say ilə ismin ortaq xüsusiyyətləri var, say ilə sifətin ortaq xüsusiyyətləri var. Bizə demək olar ki, birəbir düşməyəcək. Məsəl üçün deyir, say ilə sifətin ortaq cəhətləri hansılardır? İsimləşə bilməsidir, ismin yanında işlənməsidir, aid olduğu isimlə bağlı olmağıdır və s. Və herhalde bunun cümlə daxilində biz bilərik ki, say nədir, isim nədir, sifət nədir və həmin məntiqə əsasən də bu şeylərin mahiyyətini başa düşərik. Belə, təbii ki, saylar demək olar ki, əksəriyyət etibarilə milli mənşəli sözlərdən təşkil olunur. Lakin alınma sayları mən qeyd etmişəm yuxarıya. Sıfırdır, 80'dır, milyondur, trilyondur, milyarddır və s. Bunlar hamısı nədir? Alınma saylardır. Alınma saylar. Yerdə qalan bütün saylar demək olar ki, milli mənşəli saylar hesab olunur. Belə. Sayın quruluşca növləri var. Saylar quruluşca 3 yerə bölünür. Sadə, düzəltmə və mürəkkəb saylar. Sadə saylar bizə bəlli olan saylardır. 5, 6, 1000 və s. Və s. Düzəltmə sayları isə üzr istəyirəm. Düzəltmə sayları isə miqdar saylarına şəkilçilər artırmaq yolu ilə yaranır. Və s. Incıdır, larladır, larcadır, acıqdır, lu şəkilçisidir. Bir dənə bunları təmizləyək. Çox məsələ bir qarışıq göründü. Ona görə lövhəyə bir göz gəzdirdim. Məsəl üçün, düzəltmə saylar. Düzəltmə saylar. 10-cu. Bax, onlarla, onlarca, nə bilim, azacıq, çoxlu, azacıq yazaram. Və s. Bunlar da oldu nə? Düzəltmə saylar. Belə. Mürəkkəb saylar. Mürəkkəb sayları yazmışam ki, əsl mürəkkəb sayları var, əsl mürəkkəb saylar. Əsl mürəkkəb saylar dedikdə, defislə yazılan mürəkkəb saylar nəzərdə tutulacaq. Məsəl üçün, az, çox, nə bilim, az, və s. Tərkibi deyəndə isə ayrı yazılan saylar nəzərdə tutulmalıdır. Ayrı tərkibi. Bunlara bir növ ki, dırnaq arası yanaşırlar. Məsəl üçün 5'də 1, 3'də 2 və s. Bunlar da ayrı yazılan mürəkkəb saylar olacaq. Sayın quruluşundan, say ümumiyyətlə biraz rahat mövzudur digərlərinə baxanda. Videonun izahı da güman edirəm ki, çox uzun çəkməz. Deyib, indi 45 dəqiqə danışmaq var burada. Sayın mənaca növləri. Saylar mənaca 2 yerə bölünür. Miqdar sayları və sıra sayları. Miqdar sayları özü 3 qrupa bölünür. Müəyyən miqdar sayları, kəsir sayları və müəyyən, qeyri-müəyyən və kəsir sayları. Biz gəlin haqqında danışaq birinci müəyyən miqdar sayından. Müəyyən miqdar sayı, bax müəyyən, adından da görüldüyü kimi bizə verilən o miqdar bəlli olmalıdır. Məsəl üçün 5, 8, 80, 90, 50 min, 5 milyon, 5 trilyon rəqəmlərin çoxluğu bizi qorxutmasın. Bunlar hamısı nədir? Müəyyən miqdar saylarıdır. Belə. Təbii ki, bunların öz daxilində də quruluşca növləri var. Sadə olanlar var, məsəl üçün mürəkkəb və s.
Bunlar bizə bir elə də lazım deyil. İkinci gələn qeyri-müəyyən miqdar saylardır. Müəyyən miqdar sayları rahatdır deyə az danışdım haqqında. Qeyri-müəyyən miqdar sayları. Qeyri-müəyyən miqdar sayları. Hə. Qeyri-müəyyən miqdar sayları əşyanın sayının qeyri-müəyyən olduğunu göstərir. Adından da bəllidir artıq. Bəzi şeylər var ki, izaha ehtiyacı yoxdur. Məsəl üçün az, çox, xeyli, bir qədər, bir neçə, bir qədər. Möhtəşəm xəttimizdən də hamısını yazdıq. Bunlar da olacaq qeyri-müəyyən miqdar sayları. Bizim bir də var. Təqribi təxmini saylar. Təqribi təxmini saylar deyə sayın bir növ kateqoriyası yoxdur. O, qeyri-müəyyən miqdar saylarının içərisində veriləcək. Və testlərə birə-bir düşür, deyir, təqribi təxmini saylar qeyri-müəyyən miqdar sayına nəzərən daha konkret miqdarı bildirir. Məsəl üçün deyərəm ki, minlərlə kitab aldım. Minlərlə kitab. Lap heç bunu deməyəm. Məsəl üçün deyərəm ki, xeyli kitab. Axı mən bilmirəm axı o xeylinin içərisində 10 dənədirmi, 100 dənədirmi, bəlkə milyon dənədir. Bir də deyərəm ki, 5-6 kitab. Təqribi təxmini sayların konkret miqdarı olmasa da deyirik ki, qeyri-müəyyən miqdar saylarına nəzərən o daha konkretlik bildirir. Hansı? Təqribi təxmini saylar. İnşallah ki, bu izah aydın oldu, izahın bu hissəsi. Belə, qeyri-müəyyən miqdar saylarından da bu qədər. Təbii ki, bunların yazılma forması var. Təkdə olanlar, cəmdə olanlar, özündən sonra yəni gələn ismin cəm şəkilçisi qəbul edib etməməsi, tək olub olmaması, bunları mən videonun sonuna saxlayıram ki, beynimizi qarışdırmıyor. Bir də yazmışam, kəsr sayları var. Numerativ sözlərdən də danışacağım, narahat olmuyor. Sadəcə mən özümə məxsus şəkildə izah edirəm. Kəsr sayları tamın müəyyən bir hissəsini bildirir. Ya da ilə veriləcək, məsəl üçün 3/1. Və burada harasa mən qeyd etmişdim əslində, kəsr sayları quruluşca yalnız tərkibi olur. Tərkibi də nə idi? Bayaq qeyd elədik, yəni ki, ayrı yazılmalıdır. Sonra 3/1 yaxud da belə verilə bilər. Məsəl üçün 2/1 deyib, necə yazıram? Yəni bizim o riyaziyyatdan bildiyimiz anlayış bax belə, bu formada veriləcək. Yəni tamın müəyyən bir hissəsini bildirir bu. Neçə və s. suallarına da cavab verə bilər. Daha sonra kəsr saylarından da yəni ki, orada bir elə bir şey qalmadı. Kəsr saylarından yox, bir elə bir şey qalmadı. Gəldik, miqdar sayından danışdıq. Miqdar sayı dedik ki, 3 qrupa bölünür. Müəyyən miqdar, qeyri-müəyyən miqdar və kəsr sayları. İndi isə haqqında danışaq sıra saylarından. Sıra sayları rahatdır, çox rahatdır. Buranı da təmizləyim artıq. Planı idi. Sıra sayları daha çox miqdar saylarının üzərinə ıncı şəkilçisini artırmaq yolu ilə düzəlir. Sıra sayları. Sıra sayları da düzəltmə və mürəkkəb ola bilər. Məsəl üçün 7-ci. Bax 7 müəyyən miqdar sayda, düzdürmü? 7-ci. Neçənci? Gördünüz? Belə. Mürəkkəb olanda da məsəl üçün 11-ci və s. bu məqamlarda fikir verək. Sıra sayları həm təkdə, həm deyir cəmdə işlənə bilər. Məsəl üçün deyərəm ki, 9-cu sinif, məsəl üçün bir də deyə bilərəm ki, 90-cı illər. Yəni özündən sonra deməli cəm şəkilçisi qəbul edən 90-cı illər isim qəbul elədi. Belə. Bunlardan danışdıq. Keçid alaq numerativ sözlər anlayışına. Numerativ söz. Nədir numerativ söz? Numerativ sözlər çox rahatdır. Numerativ sözlər də rahatdır. Yəni, sayla isim arasında işlənməlidir. Əvvəlində say gəlməlidir, elə deyək. Bax, əvvəlində saydır, ortadan numerativ söz dayanacaq. Tapmaca tapırıq elə bir. Özündən sonra da verdi isim. Daha çox numerativ söz olanları mən lövhənin küncünə yazmışam. Bura nə? Əlavə oluna bilər. Yəni, burada daha çox hansı numerativ söz işlənə bilər? Numerativ sözlər hansılardır? Litrdir, nəfərdir, dənədir, ədəddir, cütdür və s. Hər halda bura cüt əlavə olunur. Düzdürmü? 3 cüt ayaqqabı. Baxın, özündən əvvəl say gəlməlidir, özündən sonra isim gəlməlidir.
Əgər bu prinsip pozulubsa, numerativ sözlərdən danışmaq olmaz. Məsəl üçün, deyir, bağda səni 2 nəfər polis gözləyir. Burada nədir numerativ söz? Nəfərdir, düzdürmü? Özündən əvvəl say gəldi, özündən sonra isim gəldi. Belə. Amma desəm ki, bağda səni 2 nəfər gözləyir. 2 nəfər gözləyir. Bax, 2 bağda səni 2 nəfər gözləyir. İndi baxaq bura. Nəfərdən əvvəl say gəldi. Amma nəfərdən sonra nə gəldi? İsim gəlmədi axı. Belə olanda deyir, bunlar isim sayılır. Numerativ söz sayılmayacaq. Aydındır? Yəqin ki, aydın olar. Ən çox işlənən numerativ sözlər mən qeyd etmişəm. Litrdir, nəfərdir, dənədir, ədəddir, cütdür, metrdir və s. Deyir ki, parçadır, başdır, tikədir, gözdür və s. Bunlar vedrədir, qaşıqdır. Bunlar da, göz hardan gəldi ağlıma? Yəni, iki daşın arasında. Bunlar da numerativ söz çalarlığında işlənə bilər. Yəni, ola bilər. Məsəl üçün deyir, 2 tikə çörək yedim və s. belə. İndi numerativ sözlərlə bizim hələ işimiz qurtarmadı. Numerativ söz qeyd etdik ki, müəyyən miqdar sayları ilə deməli ismin arasında işlənməlidir. Mən deməli sayın mənac növlərindən danışdım sistemli şəkildə. Keçsim indi numerativ sözlərdən danışmağa. Sonra isimləşmədən və s. məqamlardan danışacağıq. Numerativ sözlərdən danışdıq. Amma numerativ sözlərdə kəmiyyət fərqi yaradıb yaratmama anlayışı var. Kəmiyyət fərqi yaradıb yaratmama anlayışı var numerativ sözlərdə. Kəmiyyət fərqi, yəni çoxluq fərqi deməkdir, kəmiyyət fərqi. Biz bunları bilirik. Burada qeyd etmişik. Cütdür, dəstədir, qucaqdır və s. Yəni, məsəl üçün, kəmiyyət fərqi, yəni burada, məsəl üçün, deyə bilərəm ki, 3 ayaqqabı, belə deyə bilərəm ki, 3 dəstə ayaqqabı. Yaxud da deyərəm ki, məsəl üçün, bir qucaq çiçək. Axı, mən o qucaqdakı çiçəklərin miqdarını bilmirəm nə qədədir. Yəni, belə bir anlayışlar da var. Birə-bir testə düşməz. Amma fikir versək, nə ziyanımız olar ki? Heç nə. Belə. Haqqında gəlin danışaq. Bir də bura qeyd etdim ki, onu da deməyi unutmuşam, bilməm, dedim deməli, qeyri-müəyyən və kəsr sayları numerativ sözlərlə işlənmir, amma təqribi təxmini saylar işlənə bilər. Məsəl üçün, 5-6 dəstə çiçək deyə bilərəm, təqribi təxmini verə bilərəm onu. Sayın isimləşməsi var, sayın isimləşməsi. Biz qeyd etdik ki, yəni sifət kimi say da isimləşə bilir. Məsəl üçün, 10-cu nədir? 10-cu. Hansı əslində? Yaxud da indi o neçənci əslində. İndi burada belə deyək də, belə deyək. 10-cu sinif. Hansı sinif? 10-cu sinif. Bir də deyərəm ki, 10-cular nə bilim bizə gəldi. Nə etdi gəldi? Kim? 10-cular. Baxın, isimləşdi artıq. Cümlədə də nə yerində işləndi? Mübtəda yerində işləndi. Yaxud da gələn 10-culardır. Nə bilim, gələn cümləni uzadaram. Burada verərəm ki, 10-culardır. Xəbər yerində işləndi. Tamamlıq kimi də işlədə bilərik. Necə işlədək? 10-cuları çağırın. Yenə uzada bilərəm cümləni. Nə bilim, məclisdə çağırın, sabah çağırın, bugün çağırın, çağırın. Kimi çağırın? 10-cuları çağırın. Yəni, bizə verilən orijinal versiyada, yəni morfoloji olaraq say kimi qəbul olunan sözləri cümlə daxilində rahatlıqla, bəzən də yəni çətinliklə də olsa, rahatlıqla da olsa, yəni isimləşdirə bilərik. Yaxud da bir ikisini də yazaq. Məsəl üçün deyərəm ki, 5-ci sinif. Həbrim hansı sinif, necənci sinif və s. Bu 5-cini mən işlədə bilərəm. 5-cilər gəldi. Nə etdi? Gəldi. Kim? 5-cilər. Mübtəda kimi işləndi yenə.
Nə bilim 5-ciləri çağırır olacaq tamamlıq. Nə bilim gələn 5-cilərdir. Kimlərdir? Burada da olacaq ismi xəbər. İndi isə haqqında danışaq. Qeyri-müəyyən miqdar saylarında özündən sonra gələn ismin cəm şəkilçisi qəbul edib etməməsinə. Məsələn, bir sıra, bir çox. Bu saylardan sonra gələn isim cəmdə veriləcək. Məsəl üçün, bir sıra məsələlər, nə bilim, bir çox əhvalatlar və s. Yəni, bir sıra və bir çox qeyri-müəyyən miqdar sayı var ha, ondan sonra gələn isim cəmdə işlənməlidir. Sonra, təkdə işlənən az, biraz, xeyli, bir qədər, bir neçə, bunlar da təkdə işlənəcək. Təkdə işlənəcək. Məsəl üçün, az adam. Biraz, nə bilim, biraz un. Xeyli adam. Və s. Bir qədər, bir neçə də həmçinin. Sonra qeyd etmişəm ki, həm söhbəti var. Yəni, həm təkdə işlənə bilər bunlardan sonra gələn isim, həm də cəmdə. Onlarla, yüzlərlə, çoxlu. Bunlardan sonra gələn isim həm təkdə işlənə bilər, həm cəmdə işlənə bilər. Məsəl üçün, çoxlu kitablar deyə bilərəm. Yüzlərlə adam, yüzlərlə adamlar deyə bilərəm. Onlarla insan, onlarla insanlar və s. deyə bilərəm. Bu qədər. Son olaraq da bura bir balaca qeyd eləmişəm. 1000-dir, 80-dir, 50-dir. Bunlar da testə düşə bilər. Leksik amonimlər kimi, yəni o qəbildən verilə bilər. Belə sayın izahından bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.